Mən demirəm, bir nəfər hacca gedibsə, Kərbəlaya gedibsə, hələ bütün günü gəlməlidir məsciddə, ancaq namaz qılmalıdır, ibadət eləməlidir. Yox. Namazın da öz vaxtı var, ibadətin də öz vaxtı var. Amma mömin gərək lazımsız işlərindən öz vaxtını keçirməsin, ömrünü lazımsız işlərə sərf eləməsin. Görürsən, öz ailəsinə vaxt ayırmır, amma saatlarla özünə adət eləyib ki, hər gün, ayın 30 günü axşamlar ancaq gedir çayxanaya damla oynamağa. İnsan bəzən istirahət eləməlidir, mömin də istirahət eləməlidir, amma ömrünü ancaq sərf eləsin o işlərə, mömin o işlərlə, boş işlərlə məşğul olmamalıdır. Mömin lazımlı işlərlə məşğul olmalıdır. Əgər sən bu günləri deyək ki, Qur'an-ı Kərimdən 2 dənə surə əzbər bilirsənsə, çalış ki, bir ay ərzində başqa bir surəni də əzbərlə. Onu da öyrən, onu da əzbərində olsun. Bir dua öyrən və yaxud bir şəriət məsələsi öyrən. Amma ömrünü gedib çayxanada damla oynamaqla, bəzi işlərlə keçirməklə özünü zayi eləmə, ömrünü zayi eləmə. Çünki ömür gedir. Bir də ayılıb görürsən ki, ölüm gəlib sənin qapındadır. Sənə deyirlər ki, dayan, sən bu dünya evindən getməlisən, köçməlisən. Mömin lazımsız işlərə vaxtını sərf eləməməlidir. Ardıcan İmam Sadiq əleyhissalam bir yerdə də buyurur ki, mömin Allahın ayəsini eşidərkən imanı artar. Möminin sifətlərindən biri budur ki, ona Allahın ayələrini danışarkən onda iman artar. Şübhəyə düşməz. Bu günləri bir hədis deyirsən, bir ayə deyirsən, görürsən ki, möminin bəzilərinin qəlbində şəkkə düşürlər. Deyirlər ki, mən şəkk elədim bu məsələdə. Bilmədim, qəbul eləyim, yoxsa eləməyim. Mömin gərək daim imanında sabit olsun. Hələ dualarımızdan biri də budur da. Allahümmə səbbit qulubənə alə dinik. İlahi, bizi öz dinində sabit qədəm olanlardan qərar ver. Çünki insanı bu günləri yoldan azdıran o qədər yollar var ki, mömin bəzən o imanını qorumaq üçün gərək özünə də qapansın. Özünü qorusun, baxsın bir imanına, özünü sorğu-sual eləsin.